Bugün gəlin Allahın kəlamını xütbə başlığı ilə birlikdə öyrənək. Atam işindədir, mən də işləyirəm. Bu mövzu ilə gəlin öyrənək ki, bilmədiyimiz zamanlarda və anlarda Allah bizim xilasımız üçün dayanmadan fəal şəkildə çalışır. Gəlin Yəhya kitabının 5-ci fəsil 17 ayəsinə baxaq. Lakin isə onlara dedi, mənim atam indiyə qədər iş görür, mən də iş görürəm. Beləliklə, Allah bizə öz sözünü verdi ki, O həmişə bizimlə olacaq, müjdənin yolunda birlikdə addımlayacaq və xilas işi tamamlananadək bizə rəhbərlik edəcək. Gəlin Çıxış kitabının 14-cü fəsilinə baxaq və ata Allahın bizim üçün həyata keçirdiyi bəzi şeylərə nəzər salaq. Gəlin Çıxış kitabının 14-cü fəsil 10 ayəsinə baxaq. Firon yaxınlaşanda İsrail övladları baxıb gördülər ki, Misirlilər onlara doğru gəlirlər. Buna görə də İsrail övladları çox qorxdu və Rəbbə fəryad etdilər. Onlar Musaya dedilər, məgər Misirdə qəbiristanlıq yoxdur ki, sən bizi səhrada ölməyə apardın. Bizi Misirdən çıxarıb başımıza nə gətirdin? Rəbb Musaya dedi, nə üçün mənə fəryad edirsən? İsrail övladlarına de ki, yola düşsünlər. Sən isə əsanı qaldırıb, əlini dənizin üzərinə uzat, sularını yar ki, İsrail övladları dənizin ortasında quru yerdən keçsinlər. Musa əsasını qaldırıb əlini dənizin üzərinə uzatdıqda Allah nə etdi? Dənizi ayırdı. Bu, Musanın möcüzəvi qüdrəti ilə deyildi. Musa heç bir sehr göstərmədi. Yalnız Allah əmr edib, Allahın xalqı itaət etdikdən sonra, Allah dənizi ikiyə böldü və onlara qurudan dənizdən keçməyə icazə verdi. Necə ki, atam bugünə qədər iş başındadır deyildiyi kimi. İsrailliləri Misirdən çıxarmaq üçün yolu hazırlayan və onları süd və bal axan Kənan torpağına aparan Allah idi. Bu, Allahın əməli idi. O zaman iman səhrasında yaşadığımız, müjdə yolunda irəlilədiyimiz bu dövrdə, biz əbədi səmavi padşahlığa çatana qədər hər şeyi kim tamamlayır? Biz sadəcə gedir və Allahın buyurduğuna əməl edirik. Allah Musa, Yeşua və İlyasla idi. Allah İbrahim və Nuhla olduğu kimi bugün də bizimlədir. Mark müjdəsinin 1-ci fəsilində daha bir ayəyə baxaq. Markın 1-ci fəsli 35 ayə. Səhər alaqaranlıqda İsa qalxıb evdən çıxdı və kimsəsiz bir yerə gedib orada dua etdi. Şimon və onun yanındakılar İsa'nın ardınca düşdülər. Onu tapıb dedilər, hamı səni axtarır. İsa onlara dedi, gəlin başqa yerlərə, ətrafdakı şəhərlərə gedək və orada da vəz edim, çünki mən bunun üçün gəlmişəm. İsa dedi, çünki mən bunun üçün gəlmişəm. İsa bu dünyaya gələndə nə etdi? O, ölümə gedən canları xilas etmək üçün təbliğ etdi, onları yeni həyatın həqiqətinə apardı. Onda İsa'nın gördüyü iş təbliğ olduğuna görə biz atanın işinin nə olduğunu dəqiq bilməzmiyik. Ruhları xilas etmək də Allahın işidir. Mənim atam indiyə qədər iş görür, mən də iş görürəm, sizə kömək edəcəyəm. Bütün millətləri mənim şagirdim edin, onları ata, oğul və müqəddəs ruh adı ilə vəftiz edin. Sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Musaya və Yeşuaya kömək etdiyim kimi, bu işdə sizə də kömək edəcəyəm. Hamımızın ata və ananın işinə qoşulan sadiq övladlar olacağımıza ümid edərək, xütbəni yekunlaşdırmaq istərdim. Çox sağ olun.